Xoş, əziz dostlar, hörmətli tamaşaçılar, bu gün Dilqəmi havasının ikinci cəlsəsini sizin üçün dərsimiz olacaq. Biz keçən həftə Dilqəminin necə başlanışı, teydatlarda neçəsi ilə çalınacaq, bunlar qərar oldu ki, yazıda hətmən sizin üçün paylaşılsın. Ancaq bu gün ikinci cələsə Dilqəmidə biz Secah muğamının içində Zavul muğamına da elə bilirik, müraciət edirik. Zavul muğamı Secahın içində bir fərqli pərdələrlə ibarət olur. Məsələn, biz midən Secah çalanda lalar bekar olur, bəzən si bemol olur, bəzən si bekar olur. Bu həmişə Secahın quşələrində və şöbələrində olur. Bir daha da Secahın içində Zabul şöbələrindən var. Zabil özü muğamdır, kamil. Ancaq Zabilə müraciət edəndə Secahın içində lalar bemol olur. Dilqəmdə də gözəl bir cümlə var və biz gül deyirik. Hər bir hərəkət ki əncam veririk Dilqəmidə ya aşk havalarında. Biz buna gül elam edirik. Deyirik bir daha gül çalırıq. Bu ikinci güldür, bu üçüncü güldür. Yəni hər bir hərəkətdə bir sözlər dəyişilir, notlar dəyişilir. Bugünkü hərəkətimiz Zabul pərdələrinin əsasında olacaq. Ona görə nə mənə la söhbəti getdi, hamısı la bemol olacaq. Ona çox diqqət edin. Demişik, ritmimiz 2-4-dir. Hər bir sətrimiz bir qədəm əsasında. Bunu 5 xəttin üstündə də, yəni 5 xətt hamilin üstündə də çox rahat emal eləmək olar. Bugün bir dənə izafə teknik öyrəşəcəksiniz. O da ünvanı giliz. Glisantodan gəlir bir kələmədir ki, bizdə anlamı budur ki, bir nota ki yazırıq giliz olsun filan nota, parmağımızı simin üstündə yəni saxlırıq və züyüldədirik. Aparırıq o sızıltı səsinə giliz kəlməsi işlədirik. Məsələn, sol giliz be fa. Ya fa giliz be sol. İndi bu mizrabı üstdən olacaq, altdan olacaq, o şəraitə qalıbdır. Bəs dərsimizi bugün Zabul pərdələrinin əsasında başlayırıq. Birinci sol, birinci parmağından tutulur. Do'la başlayırıq. Fasilədən sonra altdan bir dənə sol vururuq, eşarə bir la bemol. Bu la bemola vurulmaq elə Zabulun ləzzətin və ləhcəsini gətirir. İkinci sətirdə yenə sol vururuq, eşarə bir la bemol. Sonra solu giliz edirik fa'ya. Baxın. Bu səs bizə lazımdır. Üçüncü parmağından sol tuturuq, altdan bir daha sol vururuq, eşarə bir fa. Sonra fa, sonunda giliz be mi. Yetişdik məqsəd, yəni tonal notumuza. Burada tamam konəndə notlarımız faredodur. Bir dənə cümlə oldu. Yəni faredo vurulmayınca cümlə hələ tamam olmayıb. Bəs birinci parmaq solda oldu, dedik do, sol, 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 fa, fa və do. Elədim və çaldım. İndi bəlgəsində yenə solu birinci parmağına tuturam, deyirəm do. Yenə sol, eşarə bir la bemol. Burada bizə lazımdır ki, si tutaq üçüncü parmağına və la bemola işarə edək. Çünki həm si lazımdır, həm la bemol. Siz hətmən bu hərəkətə əncam verəcəksiniz. Bəs əvvəl do vurduq. Sonra sol vurduq, eşarə bir la bemol. Sonra biz gəldik pozisyonu si və la bemolu üçüncü birinci parmağından tutduq. Altdan bir dənə si vururuq, eşarə bir la bemol. Tutuldu. Sonra la bemol, giliz və sol. Sonra yenə dubarə la bemolu tuturuq. Bu seri eşarə və sol. Giliz ilə eşarən dadı duzu dəyişilir. Fərqi var. Sol, giliz və fa. Sonra sol, eşarə və fa üçüncü parmağına. Fa, giliz və mi. Sonra fa, re, do. Cümle oldu do, sol eşarə bir la bemol, si be eşarə bir la bemol eşarə ve sol, giliz ve sol, sonra la bemol eşarə ve sol, sol giliz ve fa, sol eşarə ve fa, fa giliz ve mi, fa ve do, sol, si, la, sol, sol, fa, bir de do, sol, si, la, sol, sol. Və özəlliği də budur ki, tamam mizraplar be qeyləz doyu ki, əvvəldə vururuq. Hamısı atdan. O çox bir özəl bir işdir. Ancaq bu cümləyə Zabul pərdələrində olan gülə aiddir. Bəqiyə yerlərdə elə standart vəziyyətdə çənglər üst-üst
Dolaçenglər üstü alt, yəni kip notlar üstü alt, fasiləli notlarımız üst. Qanun qayda bu cür. Amma teknikdə və güllərdə, aşıq havalarında ya başqa bir havalarda fərq eləmir. Yəni qalıb o ləzzəti ki alacaqsan. Bu cür görülüb, biz bu cür eşitmişik, bu cür emal eləmişik. Siz bunu üstdən də vura bilərsiniz. İndi siz müqayisə edin görək, o ləzzətli olur ya bu. Bu pərdələrin əsasında bəqiyyə sözümüzü dolaçeng notlarla, yəni 4 notu bir yerdə kip çalınanda mütləq bilməlisiniz ki, həttəmən üst alt. Biz 4 notu bir yerdə istisna ola bilər, ancaq həttəmən üst alt. Mizraqlarını emal eləyin, qoyun rahatçılıq olsun və rəvan sözümüzü deyə bilək. Zabit pərdələrin əsasında notumuz birinci başlıq deyir, sol, si, la, bemol, sol. Bunun üçün çalış lazımdır. Yəni çox rahat gəlmək olmur. Peşəkar adamlara rahatdır. Ancaq birinci öyrəşənlərə soldan siyə qaçasan, sonra la bemol tutasan, sonradan sol biraz zəhmət lazımdır. Ona görə bu birinci sözümüzə və birinci sətrimizə görə lütfən çalışın. Sol, si, la bemol, sol. Sol, la bemol, sol, fa. Fa, sol, fa, mi və hök. Oldu. Sol, si, la, sol, sol, la, sol, fa, fa, sol, fa, mi, fa. Evet. İkinci cümle sol, la bemol birinci parmağına, si, la bemol, 4 dana həttəmən hepsi değil. Sol, la bemol, si, la bemol, si, la bemol, sol, sol, la bemol, sol, fa, fa, sol, fa, mi, sol, fa. Evet, sol, la, si, la, si, la, sol, sol, la, sol, fa, fa, sol, fa, mi, sol, fa. Yəni görsənir ki, hər zaman si lazım olur, biz la bemola birinci parmağı gətiririk. Bu yaddan çıxmasın, sonunda cümləni Dilgəminin ikinci cələsəsini bununla qutarırıq. Bəs zabit pərdələrində olan cümlələr, güllər bir yerdə sizə çalıram, ondan sonra qutulam. Bu dersimiz burada.